Salam aleyküm. Bugün biz qara duz haqqında danışacağıq. Qara duz. Bax, belə bir forması var. Daha doğrusu qara deyil, belə bir qəhvəyi rəngdə bir duzdur. Qara duz nədir? Qara duzun faydaları nədir? Çox maraqlı bir şeydir. Mən görəndə də mənim üçün də çox maraqlı gəldi. Və faydaları haqqında mən məlumat verim, ziyanları haqqında məlumat verim, biləsiniz. Bir onu deyim ki, ağza bir çimdik atanda çox qeyri-adi bir dadı var. Yəni çox qeyri-adi bir dadı var. Duzluluq hiss olunur, duza qarışmış müxtəlif iyilər var. Hardasa yumurta iyi verir, belə deyərdim ki. Hardasa kükürt bataqlıqlarını bəlkə də görmüsünüz. Kükürdün özünün iyini verir. Belə deyərdim ki, xoşagəlim iyi deyil. Yəni ilk olaraq xoşagəlim iyi deyil, amma mən onu belə xiyarın üstünə səpib yedim. Orada o iyi bilinmədi. Yəni o iyi gəlmədi. Amma Allah Taala yaratdıqlarını heç vaxt boşuna yaratmayıb. Bu da məlumdur ki, və bu da insan üçün çox həqiqətən də çox faydalıdır. İndi mən onun faydalarından deyim. Demək olar ki, duzun tərkibində kükürdün bütün birləşmələri var. Yəni məsələn natriumlu sulfat, natrium sulfat birləşməsi var, SO4, natrium SO4 var. Sonra natriumlu kükürdlü birləşmələr var tərkibində. Sonra dəmirli kükürdlü birləşmələr var tərkibində. Sonra hidrogen sulfat var. Bildiğim hidrogen sulfat ümumiyyətlə çox şeylərdə var. Mineral suların əksəriyyətində var. Sulfitlərdə mineral suların əksəriyyətində var. Sonra maqnezium var. Bildiyimiz natrium xlorid, yəni adi xörək duzunun tərkibi burada da var. Kalium var, kalsium var. Deyərdim ki, zəngin bir tərkibi var. Zəngin bir tərkibi var və biz adi bildiyimiz xörək duzunu hardasa çox istifadə eləmək və yaxud da istifadə eləmək olmazsa dediyimiz yerlərin hamısında qara duzu istifadə edə bilirik. Bax, bunun özəlliyi buradadır. Bax, məsələn, böyrək çatışmazlığı. Deməli, böyrək çatışmazlığında glomerulonefritlərdə biz deyirik ki, duzun miqdarını maksimum dərəcədə azaldırmalıdır və bu zaman həmin duzun yerinə qara duzu biz rahatlıqla istifadə edə bilərik. Böyrək çatışmazlığında heç bir ziyanı yoxdur. Əksinə böyrəyə faydası var. Yüksək təzyiqdə. Biz yüksək təzyiqdə deyirik ki, duz istifadəsini bacardığımız qədər aşağı salın. Çünki duz, xörək duzunu istifadə edən zaman özünə bol su yığır və nə edir? Təzyiqi qaldırır. Amma qara duzda bu xüsusiyyət olmur və təzyiqi qaldırmır. Bundan başqa qara duzun gözə xeyri aşkarlanmışdır. Məsələn, bulanıq görmə olan insanlarda, hansı ki bulanıq görür, göz zəifliyindən, yaxın görmədən əziyyət çəkən insanlar üçün mükəmməl bir qida vasitəsidir. Bunu istifadə edə bilərsiniz. Tərkibində bol maqnezium var. Bol maqnezium var. Və buna görə də əzələ kramplarında, bax məsələn adamlar var, ayağında qız olma olur, baldırında, bud nahiyəsində, bəzən qollarında, əsasən gec yatan zaman, yuxuda olan zaman olur. Bax, bunlar üçün mükəmməl bir qida vasitəsidir. Qız olmaları aradan qaldırır. Bu rahatlıqla bundan istifadə etmək olar. Çox gözəl bir köp dərmanıdır. Çox gözəl. İstifadə edənlər, mütəmadi istifadə edənlər demək olar ki, köpdən əziyyət çəkmir. Köpə təsir etmənin bir sıra xüsusiyyətləri var ki, niyə bu köpə təsir edir? Birincisi, öd istehsalını artırır. İkincisi, bağırsaqların hərəkət spazmını sürətləndirir. Və buna görə də həm öd istehsalı artır, həzm yaxşılaşır və bağırsaqların hərəkət spazmı artdığından möhtəviyyatın A nöqtəsindən B nöqtəsinə çatma müddət qısalır və buna görə də qəbizlik aradan qalxır. Dəri üçün çox faydalıdır. Deməli, bu suyu həm vannilənmək dəri üçün çox faydalıdır və həm də, məsələn, bir stəkan su götürün, bir stəkan suya bir xörək qaşığı kükürt və həmin bu qara duz qarışdırırsınız və bu duzu pambığından müxtəlif yerlərə, həmin məsələn aknədir, sızanaqdır, kürəkdə, üzdə, sifətdə olan yerlərə gündə 4-5 dəfə bunu silirsiniz, mükəmməl bir təsir edir. Aparılmış araşdırmalardan məlum olmuşdur ki, qara duzda mütəmadi istifadə edən insanların saç və dırnaqları daha sürətli böyüyür. Və bu da bu duzun bir xüsusiyyətlərindən biridir. Deməli, həzmi yaxşılaşdırır, köpü aradan qaldırır, bağırsaqların hərəkət funksiyasını artırır. Bu qaraciyər çatışmazlığı faydalıdır. Qaraciyərdə sirroz zamanı, qaraciyərin sirroz xəstəliyi zamanı da bu çox faydalıdır. Çünki qaraciyərin motor sekretor funksiyasını artırır və bununla da sirroz zamanı qaraciyər durğunluğunu aradan qaldırır. Bu zaman faydalıdır. Deməli, onu bayaq dedim ki, Allah Taala yaratdıqlarını belə boş yerə yaratmır və biz də məsələn bundan ara-sıra istifadə eləməliyik. Mən deyərdim ki, Azərbaycanda bəlkə 100 adamın 99-unun heç bu duzdan xəbəri yoxdur. Heç mağazalarımızda da satılmır. Himalay dağlarında olur. Himalay dağlarında belə böyük külçələr formasında olur. Onu yığırlar, üyüdürlər, bu duz formasına salırlar, istifadə olunur. Hindistanda
çox istifadə olunur, Çində çox istifadə olunur, Hindistanda daha çox istifadə olunur, Pakistanda daha çox istifadə olunur və niyə də bizdə olmasın inşallah. Bizdə də artıq fitoklublarımızda da var. İnşallah bir müddətdən sonra ərzaq mağazalarımızda da olar. Yəni faydalı bir duzdur. Günə 6 qram kükürt qəbul eləmək insan üçün normaldır. Və burada kükürtü birləşmələri olduğundan biz günə nə qədər istifadə eləsək də heç 6 qram dozasını keçmirik. Məsələn, mütəmadi istifadə edən insanda da görüblər ki, stresi azalda bilmə bir gücü var, əsəbləri sakitləşdirmə bir xüsusiyyətləri də var. Yəni ona görə də istifadə eləmək lazımdır. Mən təklif edirəm ki, deyəsə təklif edərdim ki, hər bir insan bu duzdan istifadə eləsin və istifadə etdikdən sonra demirəm o xörək duzunu atıb daimi bunu istifadə eləsin. Ara sıra bundan da istifadə eləsin, bundan da istifadə eləsin. Və bir müddət istifadə edəndən sonra bax bu duza vurulasınız. Görəsiniz ki, həqiqətən də nemətlər içində bir nemətdir. Oldu. Çox sağ olun. Allah hamıya şəfa versin. Bizə sizin də amin. Sağ olun.